Bu videoda mən sizə list comprehension nədir onu izah edəcəm. Deməli yazıram ki, mylist və indi bu listin içərisindən tək elementləri ekrana yazdır desəm, deyirəm for element in mylist. Listin içərisindən elementləri bir-bir alıram, print edirəm elementi, amma tək ədədləri yazdır deyirəm axı. O zaman burada bir şərt yazaram. Deyirəm əgər element mod 2 bərabərdir 0 olarsa deməli cütdür, bərabər 1 olarsa deməli təkdir. O zaman 1 olarsa ekrana yazdır. Proqramı run etsəm, baxın 1, 3, 5, 7, 9. Mən də deyirəm ki, bunları, yəni bu tək ədədləri bir dənə listə doldur. O zaman deyirəm ki, my new list bərabərdir boş olsun. Baxın, bu da boş listdir, belə. Belə də yaza bilərsiniz. Bu da boş bir listdir. O zaman gəlib burada print eləmək əvəzinə nə edərsiniz? My new list .append edərsiniz elementi. Və for bitdikdən sonra print edərəm my new listi. Proqramı run eləsəm, baxın bu şəkildə bir nəticə alaram. Bunu bu qədər uzun kodla yazmaq əvəzinə, belə yazmaq yerinə, gəlib belə də yaza bilərsiniz. My new list bərabərdir. Bir dənə list işarəsi açırsınız, yəni baxın kvadrat mötərizəni açırsınız. İçərisində yazırsınız ki, elementi bunun içərisinə yaz. Bəs bu element hardan gəlir? Baxın burada for yazmışam axı. Bunu kopyalayıram. Burada da eynisini yaza bilərəm. Deyirəm elementi yaz. Element hardan gəlir? For element in my list. İndi gəlib print eləsəm my new listi. Bütün elementlər my new listi də yazdırıram. My listi də yazdırıram. İkisini də yazdıracağam. Proqramı çalışdıracağam. Baxın, hər ikisi olduğu kimi gəlir. Çünki baxın bu my new list, daha doğrusu my list buydu. My new listdə baxın burada yaratdığımdır. Yəni elementləri gedir bir-bir my listdən alır, bunun içərisinə əlavə edir. İkisi də eynidir. Amma mən burada şərt dedim axı, dedim əgər tək ədəddirsə. Bu şərti götürürəm, bunun harasında yazacağam? Baxın bundan sonra. Buraya yazdım, yapışdırdım. İndi proqramı run etsəm, baxın 1, 3, 5, 7, 9. Yəni list comprehension bu cür istifadə olunur. Yəni daha qısa sətirdə, yəni daha az sətirdə yazmaq olar eyni prosesi. Bunu da silirəm. Proqramı run eləsəm, baxın bu şəkildə bir nəticə aldım. Eynisini tuple-da da eləyə bilərsiniz. Məsələn, bu tuple olsa, gəlib deyirəm my tuple. Bunu necə tuple eləyərəm? Ya gəlib mötərizəsini dəyişərəm bu formada. Belə eləyə bilərəm. Ya da ki, birbaşa gəlib belə bir şey edərəm. Bu list olsun. Bu listi tuple-a çevirə bilərəm, düzdürmü? Bu şəkildə. Daha sonra da burada my new tuple yazaram. Və burada da tuple işarəsi açaram. Belə eləsəm, necə olar sizcə? İndi gəlib burada da my tuple yazıram. My new tuple yox, my tuple. Buradan götürəcəm axı elementləri. İndi gəlib burada da my new tuple ekrana yazdırıram. Proqramı run eləsəm, bu mənə bir generator qaytarır. Belə yazsam, deməli, əslində bunun içərisində elementlər var. Necə? Gəlib məsələn bunun içərisindən unpack eləyərəm, proqramı çalışdırsam, baxın bu şəkildə yazar. Əslində elementlər içərisindədir. Amma mən bunu belə bir şey edə bilərəm. Baxın bunu x eləyirəm. Listə çevirsəm, indi gəlib ekrana yazdırsam, unpack eləmirəm heç. Proqramı çalışdırsam, baxın, list şəklində ekrana yazar. Bəs yaxşı, mən list şəklində istəmirəm. O zaman necə eləyə bilərəm? Geri qaytarıram. Əvvələ qaytarıram, baxın. Əvvəlcə necə idi? Bunu da bağlayıram hətta. Buraya yazıram my tuple. Aha. Deməli, neynədim? My new tuple bərabərdir. Elementi yaz. Hardan götürür elementi? For element in my tuple. Yəni, bu tuple'ın içərisindən götürür. Hansı şərt altında? Bu elementin mod 2-si bərabər 1. Yəni, tək ədəd olarsa. Bu axı mənim üçün bir listdir. O zaman mən bunu tuple-a çevirə bilərəmmi? Çevirə bilərəm də. Və burada da gəlib my tuple ekrana yazaram. My new tuple. Proqramı run eləsəm, baxın, bu şəkildə tuple formasında ekrana yazdırardım. Yəni, list comprehension bu cür istifadə olunur. Hətta setlərdə də istifadə edə bilərsiniz. Məsələn, yazıram my set bərabərdir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və indi deyirəm ki, my new set bərabər. Gəlin bu şəkildə istifadə edək. Deyirəm ki, elementi bura yaz. For element in my set. Gəlin indi print edək my new seti. My new set. Proqramı run edəcəm. Baxın, bütün elementləri əlavə edir my new setə. Mən indi burada şərtimi yazıram. Deyirəm ki, əgər element mod
3 bərabərdir 0. Yəni element 3-ə bölünərsə, proqramı çalışdırsam, baxın 9, 3, 6.